Abşeron rayonunun Novxanı ərazisində dəniz sahilində yaranmış antisanitar vəziyyət sakinlərin və əraziyə istirahət üçün gələn insanların narazılığına səbəb olur. Sahil boyu ərazidə müxtəlif məişət tullantıları və zibillər gözə çarpır. Görüntü həm ərazinin ümumi görünüşünü korlayır, həm də dənizin və ətraf mühitin çirklənməsi baxımından ciddi narahatlıq yaradır. Sakinlərin sözlərinə görə zibillərin bir hissəsi əraziyə gələn insanlar tərəfindən atılır. Bununla yanaşı, sahil yanı ərazidə təmizlik və nəzarətin gücləndirilməsinə ehtiyac olduğu bildirilir. Sakinlər aidiyyatı qurumlardan Novxanı sahilində təmizlik işlərinin aparılmasını, zibil qutularının artırılmasını və ərazidə mütəmadi nəzarətin təmin edilməsini xahiş edirlər. Qeyd olunur ki, sahilin təmiz saxlanılması yalnız aidiyyatı qurumların deyil, ərazidən istifadə edən hər bir şəxsin məsuliyyətidir. Tullantıların dəniz sahilinə atılmaması və təmizliyə riayət olunması xoşagəlməz görüntülərin qarşısının alınmasına kömək edə bilər.